Son illərdə bütün bu başıma gələnlər həyatda heç vaxt deməməyi öyrətdi mənə. Demək, insan bir anın içində başqa bir insana da çevrilə bilər. Mən azadlıqla zindanın bir nəfəs qədər yaxında olduğunu bilmirdim. Bilmirdim ki, insan bir anın içində xoşbəxtliyini itirdiyi kimi azadlığını da itirə bilər. Ağrı, acı, məğlubiyyət, kədər, qorxu. Nə hiss etdiyimi özümdə anlamıram. Sadəcə içimdə böyük bir boşluq var. Hara getdiyimi, niyə getdiyimi bilmirəm. Salam Leyla. Salam Anar, salam. Leyla. Leyla bax əzizim, bilirəm, incimisən sən. Nəyindən inciyim? Hə? Leyla, başa düşürəm səni, amma bax, xahiş edirəm səndən, sən də məni başa düş. Leyla, biz hər halda bir gün deyilik də tanıyırıq bir-birimizi, illərin dostuyuq, düzdür? Ona görə dünən mənim uşağımın xeyir işində dava çıxartdın. Ona görə Tural'la dalaşdım. Anar, bir dəfəlik başa düş. Sənin arvadından uşağın var, əl çək nigardan. Sən niyə başa düşmürsən? Sən artıq ayrılmışsan nigardan. Sənin arvadın, uşağın var. Bu qədər çətindir özünə sahib çıxmaq. Leyla, çətindir. Bilmək istəyirsənsə çətindir, Leyla.
Leyla, xahiş edirəm, qulaq as mənə. Bax, axıra kimi qulaq as mənə. Səndən çox xahiş edirəm. Buyur, eşidirəm. Leyla, mənə ancaq sən kömək edə bilərsən. Xahiş edirəm. Nigarla məni barışdır. Nə? Sevda. Salam canım, necəsən? Yaxşıyam can, neynirsən? Mən də yaxşıyam, şükür, salamatdır. Murad necədir, dərsləri necə gedir? O da yaxşıdır. De görüm, haralardasan sən? Vüqar necədir? Vüqar yaxşıdır, elə yanımdadır. Bilirsən haradayıq? Bakıya gəlmişik. Aha, nə yaxşı, sevindim. Nə yaxşı oldu. Nə əcəb xəbər verməmsən gələcəyini? İstədim ki, sürpriz olsun, ona görə demədim. Söz deyirəm, indi biz Anargirə gəlmişik, Sevil xanım da buradadır. Vüqar Sevil xanımı görmək istəyir. Birazdan mütləq gəlib sənə deyəcəm. Hə, gəl, sevindim, gələrsən. Həm də sənə şad xəbərim var. Nə? Nə olub? Evlənirsiniz yoxsa? Hardan hiss elədin? Hı? Hə, qərar verdik ki, evlənirik. Aa, nə yaxşı. Ay Sevda, çox sevindim əzizim. Çox xoşbəxt oldum. Can, çox sağ ol. Onda mən də sənə bir xəbər deyim. Nə xəbər? Mən də Turalla evlənirəm. Turalla evlənirsiniz? Nə yaxşı. Hə əzizim. Çətin də olsa qərar verdim buna. Can, çox sevindim. İndi biz Anargirə giririk, yaxşı? Axşam tərəfi mütləq gələcəm, həm də dəvətlə məni gətirəcəm. Səni də söhbət və ətraflı danışarıq. Yaxşı? Gəl, danışarıq ətraflı, gəl. Yaxşı can, öpürəm, hələlik. Hələlik. Tək gecəyəsən Nigargilə, ya mən də gəlim. Bəlkə tək gedim, ətraflı söhbət eləyərəm onunla, həm Anar haqqında, həm bu evlənmək haqqında. Ya ki, ötürüm. Qorxma, mən heç nə olmaz. Sevgilisiz qalmarsan. Keçək Sevil xanımı gözlətməyəcək. İndi 4 gözlə bizi gözləyir, keç. Sən nə danışırsan? Mən sənə necə kömək eləyə bilərəm? Leyla, səndən xahiş edirəm, bax, qulaq as mənə. Başa düş məni. Leyla, bax. Özün bilirsən ki, mən həmişə çətinə düşəndə sənin üstünə gəlmişəm. Həmişə də mənə ancaq sən kömək eləmişsən. Leyla, mən belə yaşaya bilmirəm. Dünən mən özümü saxlaya bilmədim. Neynim, qısqanclığı gözlərimi tutmuşdu. Özümdən asılı olmadı, səbrimi boğa bilmədim. Bilirəm, səhv eləmişəm, düz eləmişəm, bilmirəm, amma da olan olub, keçən keçib. Bilirəm ki, Nigar və Murad inciyib mənim. Bağışlamalar da çətin olacaq, bilirəm. Ya da inan ki, peşmanam. Çox peşmanam. Doğrudan deyirəm, peşmanam. İndi mən bilmirəm, neyiniyim, necə eləyim, bilmirəm, başımı itirmişəm. Bilirəm ki, Nigar məni qəbul eləməyəcək. Ona görə də səndən xahiş edirəm, Leyla. Nə olar, xahiş edirəm səndən, başa düş. Anar, Leyla, bax, əzizim. Sən məni Nigarla barışdırmalısan. Düz deyib, başa düşürəm. Aysel qızımın anasıdır. Amma Nigarsız çətindir. Çox çətindir, Leyla.
Mən qərar vermişəm. Asiyadan ayrılacağam. Anar, Yox, yox. Leyla, qulaq as mənə. Fikrimdə qətiyyən heç bir tərəddüdüm də yoxdur. Asiyadan ayrılacağam. Mən oğluma, ailəmin, Nigarın, Muradın yanına qayıtmaq istəyirəm. İki ev arasında qalmaqdan bezmişəm, Leyla. Anar, fikirlərim tamam qarışdı. Hər şey sən düşündüyün kimi asan deyil. Niyə? Gecdi. Çox gecdi. Sən şansları bitirmisən. Bir dəqiqə başa düşmədim. Nə demək istəyirsən? Necə yəni şanslarımı itirmişəm? Başa düşmədim, nə deyim? Sakitləş. Nigar da bir qərar verib. O ailə qurur. Sakitləş. Onun da buna haqqı var da, Anar. Murad da onun qərarı ilə razıdır. Bir dəqiqə. Ya da başa düşmədim. Necə Nigar ailə qurur? Necə Nigar ailə qurur? Leyla, başa düşmədim mən. Sakit. Nə? Biz xəstəxanadayıq, sakit. Şşş. Nə? Onsuz da gec-tez bunu biləcəkdin. Qoy elə məndən eşit. Mən də sənə bir dost kimi məsləhət verirəm ki, bu qızdan əl çək. Onsuz da bir dəfə həyatını sındırmısan, imkan ver bundan sonra həyatını rahat yaşasın. Ürəyincə olan bir insan tapıb onunla həyatını qurmaq istəyir. Anar, imkan ver qıza. Leyla, Nigar Turan'a ərə gedə bilməz. Başa düşürsən nə deyirsən sən? Sən başa düşürsən nə danışırsan? Sakit. Niyə gedə bilmir? Niyə gedə bilmir ki? Murad da onun qərarı ilə razıdır. Murad özü məsləhət bilib. Qız ona ərə gedər də xoşbəxt olardı. Sən ona məhdudiyyət qoya bilməzsən. Leyla, Nigar ərə gedə bilməz. Leyla, Nigar heç kim ərə gedə bilməz. Heç kimə! Anar, sən düz danışmırsan. Sən artıq bu aralar neçənci dəfə də onların qəlbini qırırsan. O uşaq sənin uşağında, amma sənin hərəkətlərindən cana doyub. Bəsdir, imkan ver. Çox xahiş edirəm, bugün gedib təzən Turaldan dalaşma. Əl çək onlardan, əl çək Nigardan. İmkan ver, qız bundan sonra həyatını xoşbəxt yaşasın. Bax, bugün gedib yenə dalaşsan, bundan sonra ümumiyyətlə Muradı itirə bilərsən. Bəsdir, nə qədər dalaşacaqsan Nigarla? Bilirsən nə var? Sən danışdın, mən də sənə qulaq asdım. Mənə bu nağılları danışmaq lazım deyil, Leyla. Mən də sənə bir kəlmə söz deyirəm. Nigar heç kimə ərə gedə bilməz. Sən də... Mən də nə? Gəlirlər indi. Ay baba, yenə narazısan? Da olub da. Bəsdir. Narazı deyiləm, də olub da. Əslində heç əvvəldən mən Sevdadan xoşum gəlmirdi. Kimin xoşu gəlirdi ki? Gəldi bülbül. Ay baba, bəsdir. Qısafat edirəm, gedək. Uşağın axırına çıxması yaxşıdır. Nigar cinsindən deyə. Gəlin. Xoş gəlmisiniz. Can, Necəsən? yaxşı. Sən necəsən? Yaxşı olasın. Deyəm. Eyb yox. Qızlar bəyənməz səni. Bəyənib, narahat olma. Elə şey? Oturun da.
Necəsiz? Sağ olun, yaxşıyıq. Siz necəsiz? Nə var, nə yox? Yaxşı. Salamatdıq, şükür, yaxşıyıq. Valla bilsəydik ki, indi gələcəksiniz. Mən hərini saxlayardım bu günə. Sən də gedərdin bizlə. Hə, hamımız gedərdik, Sevda da gedərdi, birlikdə hamımız. Allah xoşbəxt eləsin. Amin. Sağ ol. Allah Çox sağ xoşbəxt ol. eləsin. Sağ ol. Əslində, bizim də sizə xoş bir xəbərimiz var. Nə? Biz Sevda ilə toy eləmə qərarına gəlmişik. Nə yaxşı, təbrik eləyirəm. Xoşbəxt olun. Allah xoşbəxt eləsin, çox mübarək. Amin. Nə deyirəm ki? Çox sağ olun, Sevil, çox sağ olun. Detalları düşünmüsünüz? Necə olacaq bəs? Hə, əslində Sevda ilə hər şeyi düşünmüşük. İstəyirik ki, balaca yığcam bir məclis eləyək. Siz, biz, Nigargili, Leylagili olsun. Leyla giləndə onsuz da qohum olmuşuq da. Elə ona görə də yığıncaq üçün xudmani bir yer fikirləşmişik. Yəni, bizə elə gəlir ki, belə bir toy hamımıza uyğun olar. Narahat olma dayı. Yaxşı olacaq, xoşbəxt olun. Sağ ol dayısın, Gülü, sağ ol. Sevda, sən də xoşbəxt ol. Çox Nə sağ ol. deyim, qardaşımın toyunu istəyirdim böyük yerdə. Neysə də qismət. Ay mama. Sevda, xoşbəxt olun. Çox sağ ol. Deyirəm toylar bir-birinə qarışacaq. Nigar da ərə gedir də. Nə? Hə də, Nigar. Evlənirlər onlar da. Neymişsən? Heç çıxmağa hazırlaşırdım elə. Turalı gözləyirəm. Gəlsin gedək. Yaxşı, gedin. Xoşbəxt ol. Xoşbəxt ol, Nigar. Sən buna layiqsən. Bax, Tural indiyəcəsən, qəlbinə deyim, güldən ağa bir kəlmə deməyib. İnanıram ki, bundan sonra da hər şey yaxşı olacaq. Düzdür. Yəni nədir? Tərəddüdləri qoy bir kənara, ürəkli ol. Hər şey yaxşı olacaq. İnşallah. Xəbərim var. Nədən? Sevda ilə Vüqar gəlib. Doğrudan nə vaxt? Bugün evlənmək qərarına gəliblər. Deyir gəlim ətraflı danışacağam. Dəvətnamə də gətirəcək. Belə çıxır ki, artıq günü, yeri danışıblar. Dəvətnamə gətirirsə belə çıxır ki, hə də. Belədir. Başqa bir şey demədi? Yox, dedi gələrəm ətraflı danışarıq. Lap yaxşı. Onda belə çıxır ki, xeyir iş xeyir işə qarışır, hə? Vəfa girin, Sevda girin. Sizin. Biz toy eləməyəcəyik Leyla. Elə nigah və salam. O da ki, ən sadə forma. Yəni asan xidmətə gedib sənədi imzalayacağıq və salam. Hər bir halda. Bircə istədiyim odur ki, xoşbəxt olasan. Salam Leyla, necəsən? Salam, salam. Beyiniz də gəldi. Eşitdim bu yaxınlarda gözəl xəbərlər olacaq. Təbriklər. Təşəkkür. Bu arada mən də səni təbrik edirəm. Evladı xoşbəxt olsun. Çox sağ ol, təşəkkür edirəm. Sən sağ ol. Yaxşı, mən silən gitməyim, işinizdə olun. Görüşərik. Oldu. Hələlik. Hələlik. Nigar. Mən bilirəm, qərar vermək sənin üçün asan da olmadı. Amma istəyirəm ki, mənə inanmasan. Həm də çox inanasan. İnanıram. İnan. Gedək. Gedək. Gəl. Ciddisən? Hə. Nigar ərə gedir? Hə.
Nigar ərə gedir. Turala? Ha, Turala. Sən hardan bilirsən? Bura gələndə Nigarla telefonda danışdım. Şad xəbəri telefonda dedi mənə. Şükür. Evlənsin, xoşbəxt olsun. Bəlkə canımız qutarır ondan. Amin. Evlənir Aysel, evlənir. Yaxşı, mən gedim. Hara gedirsən? Yemək yeyərdik, sonra gedərdin də. Nigara söz vermişəm. Dedim gəlib sənə deyəcəm. Vüqar burdadır da. Mən gedim. Düşümüzü çay iç. Çay olar, hə. İçərəm. Gedim hazırlayım. Mən də köməyim. Yo. Öz. Anam zəng gedir, mən cavab verim. Yaxşı, narahat olma. Hə, Sevil. Necəsən, neynirsən? Axırı yola gətirdi də səni. Sevil, bəsdir də. Dünyada qız yox idi be, hə? Getdim, ilişdim bunu. Əvvəldən zəhləm gedir bundan. Yavaş danış. Eşidər axı ayıbdır. Yaxşı yedirdi be səni. Estağfurullah. Neyse. Çox mübarək. Tək sənin üçün yaxşı olsun. İstə də istə, axıra qədər istə. Tək istə. Gedim bir Aysel'e baxım. Get sən canım, get. Görmək istəyir. İlan kimi sancması olmur da bu insan. Aferin sana İlkin. Narahat olma, yaxşıyam. Birazdan danışarıq, o var. Mən də səni. Çox sağ ol. Geldin Sevda. Anar. Bu nereye gitmək məsələsidir? Nigar, sən Turanerə gedə bilməzsən. Ne? Sen yine başladın. Çık git evimden. Getmirəm. Heç yerə getmirəm. Nigar, sən nəinki Turala, heç kimə də gedə bilməzsən. Heç kimə! Anar, bak Murad evdədir. Özü uşaq səndən inciydi. Gəlib görəcək, yenə də burada hayküyü salmısan. Qanı qaralacaq. Xahiş edirəm. Eləmə belə, çıx get. Mənim məsələlərimlə oynama, ha? Xoşun gəlir mənim məsələlərimlə oynamaqdan, Nigar. Sənə mən dünən nə demişəm? Sən heç kimə gedə bilməzsən. Heç kimə! Bırak kolumu. Neyse, anamın kolunu bırak. Çık git buradan.
Murat, oğlum qulaq as mənə. Deyirəm ki, çıx get buradan. Başa düşmürsən? Murat, oğlum qulaq as ataya. Bax, gör nə deyirəm sənə, qulaq as. Mən səni qulaq asmaq istəmirəm. Mən sənə bir dənə cümləm var, o da get buradan. Başa düşmürsən? Get də, nə gözləyirsən? İstəmirəm anamı incədəsən. Xahiş edirəm, çıx get buradan. Narahat eləmə bizi, get. Yaxşı. Yaxşı Murat, yaxşı. Yaxşı, sakitəm oğlum. Bax, sakitəm. Doğrudan sakitəm. Sakitəm. Yaxşı, gəl bura. Gəl bura, gəl. Eləmə. Murat, gəl bura. Yaxşı, gedirəm. Sakit ol, yaxşı? Gedirəm. Bax, gedirəm, sakitəm. Yaxşı? İnan ki, verərəm səni məhkəməyə. Murad alaram əlimdən, süründürərəm səni. Narahat olma, sən heç nə olmaz, yaxşı? Canım benim balam. Gel buraya. Gördün Sevda nə dedi? Nigar ərə gedir. Heç olmasa bir xeyir xəbər dedi. İnana bilmirəm. Niyə? Heç olmasa bu dəfə doğrudan ərə gedərdi. Canımız qutarardı, ondan rədd olsun gitsin. Canım qutardı, bezmişəm ondan. Az bayaq danışdıq da bu barədə də. İnşallah canımız qutaracaq. İnana bilmirəm. Sevincimdən uçmaq istəyirəm. Bir də uç baxım. Sən bu qədər əzab çəkməyini görmək mənim üçün çox çətindir, Leyla. Sizdə də oturanda sənin üzünə baxa bilmirdim. Bilməzdim belə olacaq. Bilməzdim. Həyat bizdən çox sərt oyun oynadı. Çox darıxıram sən üçün. İnan ki, mən də sənin üçün çox darıxıram. Hələ də gözüm yoldadır. Hələ də səndən zəng gözləyirəm. Hakim, sənsiz çox darıxıram. Mən də Leyla, mən də.
Qızım. Salam, necəsən? Salam, normal. Nə olub, kefin niyə yoxdur? Yox, var. İlkinlə dolaşımsan? Yox, heç nə olmur. Bəs niyə kefin yoxdur? Var, yaxşıyam. Vəfa, deyirsən indi mən qızımı tanımıram. Görürəm axı nəsə olub. Ana deyirəm, heç nə olmayıb da, yaxşıyam. Hətta əlayam. Hə, bir də İlkin bizə çatır. Ona deyərsən ki, Vəfa evdə yoxdur. Niyə deyərsən yatıb? Bilmirəm, nə istəyirsən denə. Parkdadır, rəfiqəsinə gəzməyə gedib. Yəni, nə bilim, nəsə bir şey uydur de. Niyə? Niyə? Nə olub sizə? Vəfa, mənə də görüm nə olub? Ayrılacağam İlkindən. Necə yəni ayrılacam? Ayrılacam nədir? Evdə yoxam, yaxşı. Vəfa, sən nə danışırsan? Ana, dedim ki, evdə yoxam. Başqa söz demə. Vəfa! Salam İlkin. Salam. Salam. Buyur, keç içəri. Vəfa hanı? Otağındadır. Onun bəyəndiyi şirniyyatdan almışam. Yox, evdə deyil Vəfa. Necə yəni? Özünü yaxşı hiss eləmir də axı. Hara gedib ki? Həkimə gedib? Yox, çıxıb biraz parka gəzməyə, havasını dəyişməyə. Parka? Hə, parka. Heç olmasa deyərdim, mən də gələrdim də ona. Mən dedim. Dedim ki, ya mən gəlim səninlə, ya da zəng elə İlkin gəlsin. Dedi, yox, İlkini narahat eləməyim, sən də elə biraz var işdən gəlmirsən, dincəl. Elə biraz gəzib havamı dəyişib qayıdacam evə. Sən narahat olma İlkin. Harda olsa indi gələcək. Hansı parkdadır? Bilmirəm, demədi. Yəqin ki, hardasa elə buralarda bir yaxınlıqda gəzib gələcək. Yaxşı. Yaxşı, başa düşdüm mən sizi. Oldu. Bəlkə oturardın elə gətirdiyim paxlava ilə. Çox sağ olun, sizə nuş olsun. Sağ olun. Cəhənnəm ol, qayıtma bir də gözüm görməsin olma mən olduğum yerdə. Məndən əl çək, rahat burax yorulmuşam. Görəsən bu qədər dərddən necə ayaqda durmuşam. Üzümdə rəngi solub, o təbəssümü qalmadı təravətli ətri, nə də götükanı gülün. Get-gedə hisslər ölür, qürurun sərhəd örür. Puç olan xəyallarla əlvidalaş geriyə dönün. Qalmışam anda mən, həqiqət yar yamanda mən.
Yox olub biter zamanla qəm. Yalnız tək yaram və mən qalmışam anda manda mən. Həqiqət yar yaman da mən. Yox olub biter zamanla qəm. Yalnız tək yaram və mən. Çıx get, üzün tozun qalmasın. Yandırdım şəkilləri ki rəfdə tozda qalmasın. Hər şey unut getsin, unut sil başdan. Bəxt gətirməyəndə gətirmir elə gənc yaşdan. Üzümdə rəngi solur, o təbəssümü qalmadı təravətli ətrinə də kötikanı gülün. Get-gedə hisslər ölür, qürurun sərhəd örür. Puç olan xəyallarla əlvidalaş geriyə dönüb. Qalmışam anda manda mən. Həqiqət yar yaman da mən. Yox olub biter zamanla qəm. Yalnız tək yaram və mən. Qalmışam anda manda mən. Həqiqət yar yaman da mən. Yox olub biter zamanla qəm. Yalnız tək yaram və mən. Qız niyə belə eləsin axı? İlkin bizə çatır. Ona deyərsən ki, Vəfa evdə yoxdur. Niyə deyərsən yatıb? Bilmirəm, nə istəyirsən denə. Parkdadır, rəfiqəsinə gəzməyə gedib. Nə bilim, nəsə bir şey uydur de. Niyə? Niyə? Nə olub sizə? Vəfa, mənə də görüm, nə olub? Ayrılacağım İlkin.